Ümumiyyətlə Milton Erickson demək bir istiqaməti var. Onun 5-ci qanunu var. Dəyişim qaçılmazdır. Həqiqətən də insan ya pozitivə dəyişir, ya neqativə dəyişir. Yəni dəyişməyən bir şey yoxdur. Yeganə dəyişməyən bir şey varsa dəyişimin özüdür. Qalanı hər şey dəyişir. Əgər bir insan o dəyişimi düzgün şəkildə idarə edə bilsə, o zaman sözün əsl mənasında istənilən şəkildə effektiv ola bilər və inkişaf eləyə bilər. Yəni bu baxımdan da bizim üçümüzü birləşdirən əslində dəyişimdir. Yəni daim dəyişimi idarə eləməkdir. Daim özümüz üzərimizdə işləməyimizdir. Fərqliliklər yaratmaqdır. Dünənki günlə bugünkü gün arasında fərq görməkdir. Yəni bu baxımdan hər şey başlayır dəyişimdən. Ona görə də bütün dinləyicilərimizə və izləyicilərimizə tövsiyə edərdim ki, hər zaman öz dəyişimlərini idarə eləsinlər və öz resurslarını ölçə bilsinlər. Mən hansı resurslardayam, dünən hardaydım, bugün hardayam və sabah hara gedəcəm. Bu ilk bundan başlamaq lazımdır. Bu resurslar çox önəmlidir. Hansı resurslarımız var? Buyurun. Buyurun Cahit, istifadə etmək lazımdır. Bu da düzdürmü? Tərcümə. Bəli, bəli. Və nədir bu model? Bunu da açıqlayaq. Buyurun Cahit müəllim. Deməli, Grow modeli keçən dəfə biz bir tədbirdə çıxış elədik. Orada bildirmişdik. Bu hədəfə çatmaq üçün bir xəritədir, belə deyim. Qısaca danışacağam. 4 hissədən ibarətdir. Goal, yəni bizim hədəfimiz, reallığımız, əlimizdə olan, yəni mövcud olan alətlər, options, yəni bizim seçimlərimiz və will, bizim planımız. İlk hissədə biz hədəf qoyuruq, konkret olaraq, yəni suallar qoyuruq, o sualları istifadə edərək hədəfimizi müəyyən edirik. İkinci hissədə, reallıq hissəsində biz əlimizdə olan alətləri bilməliyik, real vəziyyətimizi bilirik. Real vəziyyətimizi biləndən sonra keçirik seçimlər hissəmizə. Yəni bizim hansı alternativlərimiz var, hansı seçimlərimiz var. Bunların da hamısını, belə deyim, biz diqqətlə bilməliyik, qeyd eləməliyik. Və sonuncu will hissəsi bizim planımız. Bu sualların, bundan qabaqki olan sualları, qeydlərin hamısını istifadə edərək biz özümüzə bir yol cızmalıyıq, plan cızmalıyıq, belə deyim. Bu da təbii ki, bir inkişaf eləməyə, irəli getməyə bir xəritədir, bir vasitədir bu model.